Merhaba və əziz izləyicilərim, bu dəfə sizi Gürcüstanın ləziz mətbəxindən salamlayıram. Qonağım isə şanson kraliçası Mədinə Məlikdir. Necəsiniz Mədinə xanım? Əla, necə olacaq? Haçandır sizi görmürəm. Sizi gördüm, oldum əla. Sizi, sizin peşəkar komandanızı, maşallah, böyük komandanız var. Nə kimi yenilikləriniz var? Oy, yeniliklər ümumiyyətlə son zamanlar, son bir neçə ay elə yeniliklərin üstünə düşmüşəm. Yeni bir mahnı işığınızı görüb, can yoldaşım, həyat yoldaşım, dərd yoldaşım, hələ bir cür ad deyir ona. Əsas odur ki, sevib sevilənlər üçün, ailə quranlar üçündür. Mən elə bilirəm ki, o mahnıda bir səsi sorağı başqa çıxacaq. Çünki o 58 saniyə, 57 saniyə paylaşan kimi o qədər kommentlər gəlir, o qədər yazılar gəlir WhatsApp-a ki, ay Mədinə, bu nə gözəl mahnıdır. O mahnı gəlir. Mahnı artıq YouTube'dadır əslində. Amma çox marağa səbəb olduğuna görə klip çəkmək qərarına gəldi. Klip çəkilib və inşallah montaj bitmək üzrədir. Demək onlar bitib. Sabah bir daha baxacağım, mən də komandamız baxacaq və gələn həftə yəqin artıq ritmdə olacaq. Xeyirli olsun. Ümid edirəm ki, çox gözəl olacaq, dillər əzbər olacaq. Əlbəttə əla olacaq. Ya əla olacaq, ya da əla olacaq, ya da ümumiyyətlə super olacaq. Kristal qrupu Azərbaycan həm mədəniyyət tarixi, həm də show biznes tarixində xüsusi bir rol tutur. Bəs indi niyə belə qruplar məhz təşkil olunmur? Kristal qrupu ilk qrup oldu ki, yaranan kimi böyük bir rezonans yaratdı Azərbaycan show biznesində və bütün dövlət tədbirlər Kristal ya açırdı konserti, ya bağlayırdı. Çünki ilk qrup oldu ki, məhz 3 qız bayraq rəmzində geyimlər hazırlandı. Bilirsiniz ki, Heydər Fondu mahnımız, Eybətən mahnımız, yəni böyük bir, təbii ki, bu mahnılara hamısına yeni nəfəs veriləcək. Mütləq. Sən və mən mahnısı, Mənim günahım, mənim kədərim, onların sözləri bilirsiniz mənimdir. Məktəb, Son zəng mahnısı, onların da sözləri mənimdir. Mütləq yeni nəfəs veriləcək. Musiqisi Novruz Aslanlıdır bizim. Mən ona musiqi fədakarımız deyirəm. Bizim hörmətli deputatımız, Qızılay Para Cəmiyyətinin sədri. Və ümumiyyətlə mən çox şanslıyam. Şanslı ifaçıyam. Düzdür, mən Kristaldan səliqəli keçid fırlatdım yenə özümə. Bu da prodüser biliyindən gəldi irəli. Yenə də reklamı artıq öz üzərində qururam. Çox şanslıyam ki, o cür bəstəkar, o boyda insan, elə belə bekara bir insan deyil. Nə bilim, Novruz müəllim bir dəryadır. Və onun ilk mahnım məhz solo fəaliyyətə başlayanda Gəl Danışaq mahnısı oldu. Musiqisi Novruz Aslanın, sözləri rəhmətli Rafael Dadaşov. Və yenə də bizim işlərimiz davam edəcək. Ona görə Kristal nələrisə ifa edib, bunlar hamısı mənim layihələrim olur. Və xalqımız özü də, yəni çox insanlar deyir, falan mahnı olacaq. Mütləq onlara yeni nəfəs veriləcək və mən özüm ifa edəcəm. Mütləq. Hazırda prodüserin adı necə olub? Necə qazanılırmı? Tanışlıqmı vasitəsiyləndir? Çox müəmmalı məsələdir bu. Ümumiyyətlə prodüser anlamı illərdir danışırıq. Mən artıq heç bu barədə danışmaq istəmirəm.
illərdir danışılır bu prodüser, budur. İndi o qədər qarışdırırlar. Prodüser ümumiyyətlə əlinə bax, misal üçün də hansı məhsulu alıb əlinə, onu populyar edib sıfırdan ayağa qaldırmalıdır və pul qazanmalıdır və o ifaçıya da pul qazandırmalıdır. Prodüser odur. İndi ayaqqabı təmizləyən, çanta daşıyan, nə bilim, çay aparıb gətirən də özünə prodüser deyir. Ona görə mən artıq heç prodüser demirəm özümə. Elə şanson kraliçası yetər. Elə korlamaydılar ki, hər şeyi. Bu dəqiqə bilirsiniz necə düşünürlər. Ay, gedim gidən Müğənninin yanında, gedim gəlim elə çayını gətirim, ayaqqabısını bağlayım, sumkalarını daşıyım, evinə bazarlıq edim, onu bunu edim, elə qazanım da. İndi bu anlayışdır. Mən Allah hər kəsin ruhusunu bol etsin. Əgər istədiklərimi danışsam, nələri istəyirəm. Misal üçün bir production yaratmaq istərdim və gənclərə dəstək olmaq. Öz puluma. Son zamanlar özümdə fikir verirəm. Səhnədə canlı oxumaq əvəzinə daha çox sosial medialarda müğənnilər özlərini reklam edirlər. Xüsusilə yeni çıxanlara aiddir. Siz də kənardan baxıb hansı fikirləri düşünürsüz? Yeni çıxanlara ümumiyyətlə mən düşünürəm ki, söz atmaq, ilişmək düşünürəm düzgün deyil. Bu mənim öz fikrimdir. Niyə görə? Çünki hər bir insan yeni başlayanda səhv də edə bilər, düzgün etməyə də bilər. Siz populyarlardan danışın, siz tanınmışlardan danışın. Yəni ki, belə deyim də, lap yuxarıdan yox, elə ortadan danışaq. Əgər tutalım hansısa tanınmış bizim ulduzlardan gedir də söhbət. Düzdür, bu sözünü də sevmirəm o qədər. Bizim öz sevilən, tanınmış simalardan gedir. Bəli, bəziləri var ki, onlar gəlir artıq şou göstərir. Əlbəttə orada fonoqram olmalıdır. O böyük komanda ilə gəlir və bir səhnə qurur. O başqa. Bir də var, toy aparan müğənnilər var ki, ifaçılar var. Bəlli bir tanınırlar. Fonoqram ifa edirlər toyda. Siz nədən danışırsınız? Toyda mən gözünün şahidi olmuşam, qulağının şahidi olmuşam. Düşünürəm ki, toyda fonoqram olmamalıdır. Bu mənim öz fikrim. Amma bir məqamda var. Sevilən mahnılar var ki, tutalım. Zeynəb xanım bir mahnı ifa edir və o çox yüksək səviyyədə aranjman olur. Misal üçün, həyat yoldaşın mahnıda. Onu insanlar artıq o aranjmanla bax belə qəbul edir də, yəni belə eşitmək istəyir. Bunu belə eşitmək istəyirsə, mən onu bəli, tutalım, siz bilirsiniz də, müəyyən bir məkanda, restoranda iştirak edirəm, ifa edirəm. Orada mənə canlı eşitmək istəyirlər. Mən onu, hər bir mahnının minusu var da, bütün müğənnilərdə, əgər yanlarında ağıllı prodüser varsa, bütün mahnıların bakanalnısı, minusları olmalıdır. Necə məndə var. Mən onu canlı ifa edəcəm. Amma bəzən istisnalar var da canım, istisnalar var. Mən misal üçün yarım saatlıq toya gedirəmsə, bilirsiniz nə qədər olub belə şeylər. Mahnını alır, səsi alır. Mən yarım saatlığa gedəndə bütün mənim çevrəm bilir ki, mütləq səs rejissorun yanında olmalıdır. Və pultun arxasında o əyləşməlidir. Ki, heç kim orada kobud səslənsə də bir badalaq, heç bir məqama toxuna bilməz. Edənlər var, Edinə xanım. Bəli, əlbəttə. Mən deməli, bir qrup idi. Oğlanlardan ibarət, adlarını deməyim, ayıb da, amma yəqin buradan görürlər, eşidirlər. Məni ora bir saatlıq çağırmışlar və çox sevənlər idi. Çox yaxın adamlar idi, çox yaxın. Bunlar da nə bilsin ki, onlar mənim yaxınlarımdır. Mən gəldim, təsəvvür edin ki, 40 dəqiqəni güclə oxudum. Gah o gəldi, gah bu gəldi. Bəy dedi ki, bunlar oxusun, bəy dedi ki, biz oxuyaq, bəy dedi ki... Sonradan mənə dedilər ki, bəy əsəbləşmişdi ki, niyə Mədinə xanım oxumadı? Niyə getdi? Belə şeylər var. Siz özümü
peşəkaram deyənləri qoyun qırağa, gəncləri qoyun qırağa, mənəm deyənlərdən danış. Gənclər yeni başlayıblar. Nə istəyirsiniz onlardan? Hamımız gənc olmuşuq. Biz indi başlasaq, keçmişə qayıdaq, başlasaq bir hər bir müğənninin keçmişini hamı da səhv olur. Heç kim deyə bilməz ki, mən elə belə gəlmişəm. Hamının səhvi olur. Mənim də, sizin də, onun da, bunun da. Onlar da səhv edə, toqqaşa, onlar da püxtələşəcəklər. Onlar da istəyən təbii ki, çalışan, çalışmayan yox. Çalışan hər zaman çalışacaq və uğur qazanacaq. Bu artıq bir mənalıdır da, məntiq deyilən bir şey var. Sosial şəbəkənin müsbəti də var, mənfisi də var. Müsbəti odur ki, o qədər istedadlı oğul qızlarımız var ki, yoxdur da imkanı. Onlar sosial şəbəkə ilə istedad varsa tanınacaq. Mənfi də odur ki, biabırçılıqlar çoxdur. Çox uzun illərdir ki, show biznesdəsiz. Məsələn, bu show biznes cəmiyyəsində dostluq var. Ümumiyyətlə, dost elə bir böyük bir sözdür. İndi show biznesdən danışırsınız da, düzdürmü? İndi çox qəribə bir hal olub. Dost sözünü o qədər ucuzlaşdırıblar. Yəni belə deyim də, misal üçün kim kiminlə sevgili olur, kim kiminlə nə olur, nə falan olur. Sonradan deyirlər ki, dostumdur. Mən hətta bu yaxında bir görüşmənin şahidi oldum da. Təsəvvür edin ki, mən bilirəm axı bu onun sevgilisi olur da. Bunlar konkretno çünkü. Bu bunu tanış edir. Bu nişanlımdır. Toli, həyat yoldaşım da tam yadımda qalmadı. Tanış olun. Bu da mənim ən yaxın dostumdur. Bildiniz də yəni. Mən ona görə deyirəm, mənim üçün dost nədir? Birincisi, bizim Azərbaycan dilimiz o qədər zəngindir. Rəfiqə sözünü işlədim, xahiş edirəm. Mənim üçün rəfiqə sözü daha gözəl səslənir. Dost sirdaşdır. Mənim bir dostum olub, bu da anam. Allah qəni rəhmət eləsin, dünyadan köçənlərə, qalanlara can sağlığı. Dostum, yəni sirdaşım deyərək, bacım, Allah canına dəyməsin. Və çox şanslıyam ki, oğlumun dostluğunu qazanmışam. Biz çox güclü dostuq. Mən hər bir valideynə arzu edirəm ki, evladları ilə dost olsunlar. Bəzən deyirlər, dost olmalı deyil, xeyr. O qırağa sözünü, sirrini, acısını, ağrısını deməli deyil. O valideyninə deməlidir. Çünki valideyn, mənim bir sözüm var idi, Kristala həmişə deyirdim ki, sözünü dostuma demə. Dostunun da dostu var. Bu bir. İkincisi, o dost ki, sənin bütün sirrini bilir ha. Bütün sirrini bilir. O artıq sənin düşmənindir. Sadəcə xəbərin yoxdur. Zamanı gələndə biləcəksən. Mümkün deyil. Mümkün deyil. Mənim yaxşı güvəndiyim tanışlarım, yaxınlarım var. Hətta əzizlərim var. Misal üçün Mia, salamdan salamlayıram onu. Mən ona güvənirəm. Xətrini dünyalar qədər istəyirəm. Amma dost deyə bilmərəm. Güvəndiyimdir. Mən çətin... Son zamanlar bilirsiniz nəyə diqqət etmişəm. Hətta sənətçilərimiz belə sosial media vasitəsilə qara PR eləyirlər. Nə bilim, bir-birinə atmacalar atırlar, səs-tökülü fikirlər səsləndirirlər. Yəni, bir-birinə ismarıcılar atırlar mı deyək, davadalaş mı deyək. Yəni, siz də bir sənətçi olaraq fikriniz mənə maraqlıdır həqiqətən. Qıraqdan baxanda mən iyrənc görürəm şəxsən, bir jurnalist kimi fikrimi bildirim. Amma sizin də fikirləriniz mənə çox önəmlidir. Bilirsiniz, ismarıc deyəndə, misal ki, mən də indi ismarıc göndərdim də. Düzdürmü? Sponsorla bağlı və s. Bizim hər dediyimiz, verdiyimiz müsahibə onsuz da ismaricdir. Hə, siz əgər o məqamlara toxunursunuz ki, tək özü çəkir özünü və ismarıc göndərir. Mən deməzdim o qara PR-dır. O elə PR-dır. Qara PR özü də PR-dır da. Baxır sadəcə qaralığına. Əsas o ki, çox qara olmasın.
PR elə PR'dır. Niyə də olmasın? Bilirsiniz, sosial şəbəkədə çox olan xalqımızın nümayəndələri deyində nəyi istəyirlər? Sənətçilər də onu verir. Siz çıxın mən danışım ki, Carnegie'nin bu kitabı, ikinci kitabında filan cümlə var. Vallahi billahi heç ona baxmazdı, heç maraqlı gəlməz. Amma mən çıxım deyim ki, Zeynəb xanım var ha. Bugün 20:00-da canlı yayında olun, mən Zeynəb xanım barədə söhbətlər edəcəm. Hə, görün mən onun üçün nə deyəcəm. Bu çətin günümdə onu yığa bilərəm, mənim telefonumu açar, yanımda ola bilər. Mənim hədsiz güvəndiyim, çox dəyər verib, çox istədiyim arzum var. Azərbaycanın, mən deyərdim o başlayanda yox idi, indi çoxalıb, daşlatırsan gedir onlara deyil. Azərbaycanda yeganə idi, həm bəstəkar, həm söz yazar, həm aranjmançı, cazdan saza qədər musiqilər yaradır da. Mənim ilk ifa edən xanımlar içində ilk regi ifa edən mən olmuşam. Regi. Heç onda çox adam bilmirdi regi nədir. Regini də Arzu yazır. Yəni Arzunu mən 3-də də yıxsam, 4-də də yıxsam, Arzu açacaq, bir dənə söz deyəcək, hara gəlim. Hara gəlim bu vaxtı yığımsatsa. Bu başqa bir şeylərdir. Amma dost, sirdaşdır. Mən əgər bu gecə ağlamışamsa balışın içinə, mən onu niyə görə kimsə bilmə? Onu ancaq oğlum bilə bilər, anam bilə bilər, bacım bilə bilər. Başqalar niyə bilməlidir ki? Yadınızda saxlayın. Problemlərinizi heç vaxt heç kimə danışmayın. Dost dediklərinizə də danışmayın. Ümumiyyətlə heç kimə danışmayın problemlərinizi. 80%'ın vecinə də deyil, 20% də sevinəcək. Bu da sizin 100%'iniz. Çalış, özün ayaq üstə dur. Belə ən böyük problemlərdə belə, bilirsən necə belə, hər şey gözəldir canım mənim. Məndə hər şey belədir. Vəssalam. Hər şey də gözəl olacaq. Mədinə xanım efirlərə gedən zaman qonaqlar arasında xüsusi seçim edilmi? Hətta aparıcılar arasında seçim edirəm. Bəli, bu mənim üçün çox önəmlidir. Mən istəmirəm hansısa verilişə çıxım və sevdiyim balacadımı, böyükdümü, bir özümə məxsus mənim sevənlərim var. İstəmirəm onların gözündən düşəm. Hətta onların içində elə insanlar var ki, deyir, nə olar filan verilişə çıxmayın da. O verilişə, o aparıcının yanında görməyək sizi, xahiş edirik. Və qonaqlar da təbii ki. Ona görə yox ki, o gəncdir, tanınmır, əsla. Biz də gənc olmuşuq. Sadəcə oxuduğu repertuar janrıma yaxın olmalıdır. Danışıq qabiliyyəti, ümumiyyətlə də, yəni etika, estetika normaları və s. Çünki bəzən efirlərdə elə müğənnilər görürəm ki, az qalırlar bir-birlərinin başını yolsunlar, saçını yolsun. Mən elə bir abu-havada olmaq istəmədiyim üçün və özünə dəyər verməyən bəzən olur. Aparıcı desə ki, yıxılır, onu da yıxılıb öləcək. Misal üçün deyirəm də, yəni seçim edirəm. İndi isə keçirik mətbəxə. Zeynəbin mətbəxinə. Hazırda yanımda Xalid Hingali restoranının baş aşpazı Füzuli Qurbanovdur. Füzuli bəy, necəsiz? Sağ olsunuz. Yaxşı, çox sağ ol. Bizi evdə xanımlar izləyir, ekran başından və həmçinin Gürcüstan mətbəxini öyrənmək istəyən adamlar da var. Bugün hansı yeməyi hazırlayacaq və onun hansı əzanlar gəlirsə, nə olmasa həm səsləndirir, həm də danışar. Bugün iki bölümü var. Biri kimlərin adı bizim için adamlarını sadece olan sözü olur eşya. İkinci yemekteki bizim tavada bir yolda. Ve bu nedir? Hem Azerbaycan mətbəxinə yaxındır, hem Gürcü mətbəxinə. Ona görə ki, hem bizim lavuklar restoranımız fəaliyyətincə yeni də bəlkə Gürcü mətbəxi, ona görə bu məhsullar mənxoş. Ümumiyyətcə Gürcüstan mətbəxində yeməklərin hazırlanması bizim mətbəxə çox yaxındır. Xüsusi özəl fərqli cəhətləri var. Evet, o şeydə. Mətbəxlər. Bəli, bəli. Hoş geldiniz.
salçalar yani ki ekmekler de sürer belki. Tatlı. Və mənə ən çox maraqlı olan hissi nədir? Müştərilər gəlir, yeməkləri sifariş edir. Ən çox kaprizli müştərilər kimlər olur? Uşaqlar, böyüklər, Nasıl kaynamalar? qaynanalar. Oy ay ay ay. Buyurun devam edin. Gördüğünüz bir tabağımız çok güzel, muhteşem bir vegan. Və şefimiz əlavə edir ətrafları. Canlı görürük. Evdə də çox rahat hazırlaya bilərsiniz, əziz izləyicilər. Növbəti mərhələmiz nədir? Keşiş bu. Keşişimizi əlavə edirik, içlərindən paylı o. Su değil pencereyi. Pizza kim uzanacak? Hafiften uzun kamera bağlıydı. Oysa oldu. Xəmir bildiyiniz ailə reseptindən hazırlanmış istəyənlər xəmir ola bilər. Və biz növbəti ikinci yeməyimizi hazırlayırıq. Okay, let's go. Hissələrə ayrılır. Yanında çeri pomidoru və sarımsaq. Gürcü mətbəxi ilə aranız necədir bəs? Oldu. Gürcü mətbəxi, mən deyərdim ki, o çox mətbəxlər var da, yəni ən sevdiyimdir bizim mətbəxdən başqa da. Ən sevdiyim Gürcü mətbəx. Hə, bəs siz bunun adını bilirsiniz? Xeyr. Amma mən bilirəm. Mepuri. Bəli, mepuri də yeməyin adı. Yəqin ki, siz mətbəxdə olmusunuzsa bilirsiniz də bunun içində nə var? Bəli. Nə var? Gürcü ədviyyatları, Aha. albalı, şaftalı, uşaq. Bax belə gözəl. Bunun içində canım gözüm. Nələr yoxdur bunun içində. Onu deyim ki, can ətidir. No, bilirəm siz bilirsiniz. Sadəcə mən özüm istədim təqdim edim. Can ətidir. Gürcü ədviyyatlarıdır. Can ətini dedim. İndi burada da özünüz görürsünüz də. Burada nələr yoxdur. Hə, pomidor, şabalıd, vişnə. Bu da xüsusi bir dad verir. Ümumiyyətlə çox dadlıdır. Dadını yəni bilirəm ki, deyirəm. Siz yəqin dadına baxmamısınız elə. Xeyr, ilk dəfə olacaq. İndi baxarsınız canım gözüm. İndi baxarsınız. Və bir yeməyimiz də var burada. Çikmeruli. Bu da bir başqa abu-havadadır. Bir başqa. Bunu da dair bəllidir də. Təbii ki, kənd toyuğudur gördüyünüz kimi. Çolpadır. Amma iki variantda bişirilir də. Baxır qonağın istəyinə. Çolpa ilə də ola bilər. Başqa toyuqla da ola bilər. Yəni insanlar var ki, belə ətli toyuq xoşlayır da, yəni belə. Bunun da dadına baxmamısınız, belə başa düşdüm. Yox. Aha. Sadəcə hazırlanmasını gördüm. İlk dəfədir dadacaqdım. Mədinə xanım, çox gözəl hazırlanıb, çox dadlıdır. Həqiqətən də Gürcü mətbəxi düşündüyümdən də fərqliymiş. Hər mətbəx yox, məhz burada. Gürcü restoranları çoxdur canım. Və şükür Allah hər yerdə olmuş. Hər yerdə belə dadlı olur. Yəni yeyirsən, sonra onun dadı belə açılır belə. Möhtəşəm. Beləliklə, əziz tamaşaçılar, bir bölümümüzün daha sonuna gəldik. Süfrəniz bol, rüzü bərəkətli olsun. Bizi izləməyi unutmayın.